Dostlar, hər kəsi salamlayıram. Sizlərlə bu gündən yeni video seriyasına başlayacağıq. Bunun ilki isə olacaq Konstitusiyanın birinci bölməsi, ümumi müddəalar. Bilirsiniz uşaqlar, ümumi müddəalar iki fəslə bölünür. Bunun biri xalq hakimiyyətidir və digəri dövlətin əsaslarıdır. Və burada şəkil üzərindən sizə izah verəcəm. Uşaqlar, birinci maddədə qeyd olunurdu ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Və Azərbaycan xalqı ikinci bənddə qeyd olunurdu ki, öz suveren hüququnu ümumxalq səs verməsi, yəni referendum yolu ilə və yaxud da ki, belə deyək, səs vermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirildi. Sonra maddə 3-də yalnız referendumla həll olan məsələlər var idi və bir də hansı məsələlər referendumla olmaz. Bu şəkildə qeyd olunur ki, yalnız referendumla həll olunan məsələlər Konstitusiyanın, baxın burada Konstitusiyanın şəkli var, qəbulu və dəyişdirilməsidir. Görürsünüz burada Konstitusiya nə olur? Dəyişir və digərində də dövlət sərhədləri var, dövlət sərhədlərinin dəyişdirilməsi. Bu məsələ yalnız referendumla həll olur. Daha sonra burada şəkildən qeyd olunur, hakimiyyəti mənimsəmək xalqa qarşı ən ağır cinayətdir. Gördüyünüz kimi dövlət demir, maddə 6-dan söhbət gedir, məhz xalqdan gedir ki, hakimiyyəti mənimsəmək xalqa qarşı ən ağır cinayətdir. Və burada da qeyd olunur ki, heç bir qrup, təşkilat və ya şəxs hakimiyyəti mənimsəyə bilməz. Uşaqlar, dövlətin əsasları maddəsinə də baxa bilərik və burada 7-ci maddədə qeyd olunur ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır, düzdürmü? Və hakimiyyəti 3 qola bölürük. Biz burada bunun biri qanunvericidir, digəri icradır. İcra hakimiyyəti prezidentə mənsubdur, qanunverici hakimiyyəti Milli Məclis həyata keçirir, məhkəməni isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Daha sonra burada şəkil üzərindən keçsək, dövlətin ali məqsədini qeyd edib. Uşaqlar, dövlətin ali məqsədi nədir? Burada maddə 12-də də qeyd olunur ki, insan hüquqlarını, insan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi idi. Bax, burada da bu rifah şəklini görürsünüz, yəni bundan yadınızda saxlaya bilərsiniz. Və sonra burada biz 23-cü maddəyə də baxa bilərik. Burada dövlət rəmzləridir, dildir və paytaxtdır. Paytaxt 22-ci maddədir, bildiyiniz kimi Bakı şəhəridir. Burada da Qız Qalasının təsviri var və daha sonra rəmzlərimiz bayraqdır, cebdir, himdir. Dövlət dilimiz isə 21-ci maddə Azərbaycan dilidir. Paytaxtı da qeyd etdim. Uşaqlar, bax belə qısa şəkildə olsa da şəkil üzərindən sizə birinci fəsli qısa şəkildə izah elədim. Digər qanunları da qısa şəkildə izahını verəcəm. Və qeyd edim ki, bu şəkili də mən həm Instagram kanalımda, həm də səhifəmdə, həm də Telegram qrupumda, WhatsApp qrupumda paylaşacağam. Onu isə aşağı hissədə link yerləşdirəcəm. O qruplara üzv ola bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.